7 illik iş həyatımda mənim üçün yadda qalan 2 dənə uğur hekayəm var. İndi onlardan birini sizə bəhs edəcəm. Deməli əzizlərim, mən ilk növbədə hüquq şöbəsində işə başlamışdım. Hüquqa gəldim və mən hüquqda 4 bəylə eyni otağı paylaşırdım. Mənim müdir müavini, sektor müdiri pozisiyasında olan rəhbərlərimdən biri mənə qarşı biraz ön yarğılı idi və sağ olsun bunu hiss elətdirirdi və mənim çalışqan bir insan olduğumu və işləməyi sevən biri olduğumu düşünmürdü. Niyə bilmirəm. Və elə olurdu ki, mən özümü isbatlamaq, ona göstərmək məcburiyyətində qalırdım ki, mənə də iş versinlər və çünki çox işləməyə həvəsliydim, öyrənməyə ekstra həvəsliyəm onsuz da və belə zaman içində mən özümü ona göstərə bilmişdim və onun güvənini qazana bilmişdim. Amma uğur hekayəm burada deyil. Uğur hekayəm bunun ikinci hissəsindədir. Deməli, aylar sonra, heç unutmuram, biz dövlət qurumunda işlədiyimizə görə hər il xiyabanı ziyarətə gedirdik və bu müdirim də öz övladını, qız uşağını gətirmişdi xiyabana. Çox belə xoş bir an olmuşdu. Harda ki, bir zamanlar mənə qarşı ön yarğılı olan adam öz qızına məni göstərib, mən istəyirəm ki, sən gələcəkdə şahanə kimi olasan demişdi və məni ona tərifləmişdi və mən o qədər qürurlu hiss eləmişdim ki, bir ata öz övladına məni örnək göstərir və bir zamanlar üstərək mənə qarşı ön yarğısı olan bir adam bunu edir və mən onun güvənini sadəcə özüm olmaqla, işləməyim və çalışqanlığımla qazanmışam və məncə mənim 7 illik iş həyatımda mənim üçün ən dəyərli, ən gözəl və hələ də deyərkən, danışarkən belə məni duyğusal hiss elətdirən uğurlarımdan biridir.